başkanlarımız belə gözəl binalar uzaldıq. Xalq olaraq hamımız dəmir yumruq ətrafında birləşərək öz torpaqlarımızı yağı düşməndən azad elədik. Düzdür, şəhidlər verdik, qazilərimiz oldu. Nə qədər bizim üçün acı günlər də olsa bugünkü gün xoş Füzulidə yaşayırıq, xoş gün gördük. Allah millətimizi qorusun, Allah ordumuzu qorusun, Allah biz də bizim millətə müharibə qismət eləməsin. Sağ ol. Sözünü dedim, danışdım, yine de Allah kucağına değmesin. Çok şükür Allah'a Gazilerimiz eziyet çektiler. Allah onların da şefasını versin. Allah kucağına değmesin. Vallahi o gibi diyenler sözler ama bugün neredeydi ki? Bugün değil, bugünden sonra gelmişim. Biz ne kadar da olsa hamısı veren kalan yerlerde ama Allah'ın köməklə inşallah hamısı yavaş yavaş düzelecek. İnşallah özümüzde can salamat edeceğiz, özümüze kuvvet versin. Onun etrafında olan ne kadar bu insanlar var ki hamısı ki bu işte. Yani burada destek durup bu meseleler hallolundu ki torpaklar alındı. Allah hamısını can salamat eylesin ki büyük burada. Allah köməyiniz olsun, həmişə canınız salamat eylesin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Bugünkü günü burada qürurla öz torpağımızda gəzməyimizi onlara borcluyuz. Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Amin. Kim danışmaq danışsın? Alimlərdən bir danışmaq. Alim danışdı. Həkim danış. Benim de çok şükürler olsun ki bugün en güzel günlerimizden biridir. Yüreğimizdeki arzularımız hamsaya ediyoruz. Ona göre, bak bu günlere göre biz Möhtərəm Prezidentten minnettar. Allah onu tanısın. Amin. Amin. Allah şəhidlərini rəhmət eləsin. Qazilərə, müharibə veteranları tanısın. Halkımıza hoş gələcək arzulayıram. Bu halkımız günləri qəbul etsin. Möhtərəm Prezidentten Amin. gözəl günlər yaşayır. Hamınıza sağ olun.